Polşa hakimiyyəti NATO və ya Avropa İttifaqının razılığı olmadan Ukrayna səmasında Rusiyanın pilotsuz təyyarələrini vurmaq hüququ əldə etmək istəyir. Müvafiq qanunvericilik dəyişiklikləri artıq hazırlanıb və müzakirəyə çıxarılacaq. Yəni bu deməkdir ki, Varşava, Ukrayna və Belarus üzərindən uçan Rusiya təyyarələrini hələ Polşa sərhədini keçməmiş vurmaq istəyir. Ümumiyyətlə artıq bir sıra Avropa ölkələri Moskvaya xəbərdarlıq edib ki, onların hava məkanı yenidən pozularsa, Rusiya təyyarələrini vurmağa hazırdılar. Bütün bunlar o deməkdir ki, Rusiya-NATO arasında hər an münaqişə baş verə bilər. Analitiklər isə ən pis ssenari ilə bağlı xəbərdarlıq edirlər. Bəzi rəsmilərin açıqlamaları da gərginliyi artırır. Məsələn, Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov deyib ki, əgər NATO ittifaqı üzvü ölkələrin hava məkanını pozduğuna görə bizim təyyarəmizi vursa, bu müharibə demək olacaq. Bəzi ekspertlər isə son zamanlar tirajlanan bu kimi xəbərləri təxribat adlandırırlar. Yəni məqsəd Amerika silahlarının təmənnasız tədarükü şərti ilə Amerika Birləşmiş Ştatlarını anti-Rusiya klubuna qaytarmaq ola bilər. Məsələ BMT Baş Assambleyasının 80-ci sessiyasında da qaldırılıb. Prezident Donald Trump deyib ki, NATO ölkələrinin hava məkanı pozularsa, sözsüz ki, Rusiya təyyarələrini vurmalıdır. Ancaq istənilən halda hər iki tərəf öz mövqelərində prinsipial qalarsa, bu insident gözlənilməz ssenariyə çevrilə bilər. Yəni NATO ilə Rusiya arasında açıq hərbi qarşıdurma ilə nəticələnə bilər. Bu, təkcə iki tərəfli münasibətlərlə bağlı deyil. Burada daha çox qlobal təhlükəsizlikdən söhbət gedir. Fakt budur ki, Rusiya ilə Qərb arasında münasibətlərin pisləşdiyi indiki şəraitdə istənilən belə insident açıq hərbi qarşıdurmaya səbəb ola bilər. Əslində, bunu həm NATO, həm də Moskva başa düşür. Bu halda Rusiya təyyarələrinin məhv edilməsi bizi soyuq müharibənin ən pis dövrlərinə qaytaracaq. Odur ki, əksər ekspertlər hesab edirlər ki, verilən bəyanatlara baxmayaraq NATO Rusiya qırıcılarına hücum etməkdən çəkinəcək. Çünki heç bir ölkə Rusiya ilə açıq münaqişəyə girməyin risklərini gözə almaz. Bəzi iddialar isə belədir ki, Kreml bu addımla Avropanı qorxutmaq və alyans daxilində böhran yaratmaq istəyir. Yəni Moskva bir növ kollektiv qərarlar qəbul etmək baxımından NATO-nun davamlılığını sınaqdan keçirir. Ancaq görünən odur ki, Polşa hətta Ukraynanın hava hədəflərini vurmağa hazır olsa belə, alyans buna hələ icazə vermir. NATO-dan gələn açıqlamada isə deyilir ki, hazırda alyansın əsas prioriteti pilotsuz təyyarələrə qarşı hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi olmalıdır. Hətta bu vəziyyətdə Prezident Zelenski yardım təklif edir. Çünki Ukraynanın hərbi sənaye kompleksi dronlara qarşı mübarizədə Avropanı qabaqlayır. Məsələ ondadır ki, Qərb ölkələri başa düşürlər ki, ucuz pilotsuz təyyarələri bahalı raketlərlə məhv etmək iqtidarında deyirlər. Çünki bu cür silahların qiymət-kəmiyyət nisbəti Rusiyanın xeyrinə olacaq. Ukraynalılar dronların vurulmasında böyük təcrübəyə və güclü texnologiyaya malikdirlər. Bu, Ukrayna və NATO'nun hava məkanını vahid hava hücumundan müdafiə sisteminə inteqrasiya etmək üçün unikal imkandır. Ukrayna artıq dronlar divarı layihəsinin müzakirəsində iştirak etmək üçün dəvət olunub. Bu, həm də Avropa İttifaqının Ukraynanın müdafiə sənayesinə yatırım etməsinə səbəb ola bilər. Bəzi ekspertlər isə bildirirlər ki, Avropa qırmızı xəttini bəlli etməsə, nəzarətsiz qalan Rusiya icazə verilən qədər gedəcək. Bu, məlum və zamanın sınağından keçmiş həqiqətdir. Əgər bu edilməsə, o zaman Avropada nəinki təxribat, müxtəlif hərbi sənaye komplekslərinin ambar və obyektlərinin, eləcə də logistik marşrutların bombalanması, siyasi qətillər və kiber hücumlar da başlaya bilər.